Baş nazir tərəfindən qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələri ilə bağlı imzalanan sərəncam bəzi media orqanları tərəfindən taksi sahəsinə də aid edilib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yayılan məlumatlara aydınlıq gətirib. Nazirlər Kabineti tərəfindən 7 aprel tarixində verilən 210 nömrəli sərəncama və ondan irəli gələn məsələlərə dair bildiririk ki, sərəncam yalnız sifarişli qeyri-müntəzəm sərnişin daşımalar sahəsinə aiddir. Taksi sahəsini əhatə etmir. Məlumat üçün bildiririk ki, sərəncamda da göründüyü kimi 2 ay müddətində Nazirlər Kabinetinə veriləcək təkliflər məhz qeyri-müntəzəm sərnişin daşıma ilə bağlıdır və bununla əlaqədar texniki göstəricilər, daxili və xarici tərtibata dair tələblərin müəyyən edilməsini nəzərdə tutur deyə məlumatda qeyd olunub.